Gəl görək müəllimə. İlqara müəllimə, gəl görüm təlim nəticələri nədir? Ümumi təlim nəticələri mənimsənilməsi nəzərdə tutulan, əvvəlcədən müəyyən edilmiş təlim nailiyyətinin konkret bir səviyyəsidir. Bəs desək ki, ana xətti, dəyişməzdir, leymotivdir. Məzmun xəttidir. Fənn üzrə ümumi təlim nəticələrinin reallaşmasını təmin etmək üçün müəyyən edilmiş məzmunun zəruri əsas hissəsidir. Bəli. Sıralandığımız kimi də dəyişmir. Bəs desək səviyyələr və siniflər üzrə dəyişmir, amma fənlərə görə dəyişir. Bəs desək ki, sinifdən sinifə keçəndə mürəkkəbləşərək dəyişir. Bu isə alt standartdır. Alt standart. Deməli, yaxşı. İndi denən görək sinifdən sinifə, bir də fəndən fənnə hansı dəyişirdi? Sinifdən sinifə yəni dəyişir alt standart. Fənlərə görə isə məzmun xətti dəyişir. Fənnə görə məzmun xətti. Əla. Yaxşı, keçək. Denən görək, mən əlavə olaraq demişdim ki, inteqrasiya sözü səncə alt standartda, yoxsa məzmun xəttində ola bilər, yoxsa alt standartda? Alt standartın inteqrativliyini təmin edir. Alt standartın digər adı nə gedir? Məzmun standartı. Afərin, afərin, çiçək kimi. Yaxşı, keçək. İnteqrasiyalar neçə növ var? Nədir inteqrasiya? İnteqrasiya latın sözündən bütövləşmə deməkdir. Təlimdə inteqrasiya 3 növü var idi. Fənd daxili, fənlər arası və fənlər üstü. Fənd daxili inteqrasiya hər hansısa bir fənnin daxilindəki mövzular arasında aparılan inteqrasiya idi. Özünün də, o da 2 qrupa bölünürdü. Şaquli və üfüqi inteqrasiya. Şaquli inteqrasiya siniflər üzrə aparılan idi. Məsəl üçün, 5-ci sinifdə, 6-cı sinifdə keçirilən eyni fənlər arasında aparılan inteqrasiyadır. Üfüqi isə müəyyən bir sinifdə fənnin məzmun xəttləri arasında aparılan inteqrasiyadır. Yaxşı, bəs belə desək ki, müəllim metal mövzusunu keçərkən, texnologiyadan metal mövzusunu keçərkən fizika ilə əlaqələndirdi. Bu hansıdır? Bu artıq fənlər arası olur da. Bəli. Bəs desəm ki, metalda, oduncaqda mişarlama yeri yarıq olduğu kimi, metalda da mişarlama yeri açılırdı yeyə vasitəsilə. Bunu əlaqələndirən müəllim hansı inteqrasiyadan istifadə etdi? Bu üfüqi inteqrasiyadır. Məzmun xəttləri arasındadır. 2 fərqli məzmun xəttidir. Amma burada biri 5-ci sinifdə idi, mişa oduncaqla bağlı olan. Amma biri də 6-cı sinifdə. Siniflər varsa nə olurdu? Sinifdirsə, şaquldur. Afərin. Mən ona fikir verdim. Amma mən sual verəndə hansı mövzu, hansı sinifdən olduğuna bax. Amma desəm ki, 5-ci sinifin metal mövzusuna, 5-ci sinifin oduncağı arasındakı əlaqədən danışsaydım, bu artıq bəli, sən deyən kimi üfüqi idi, bir sinifin daxilində. Yaxşı, keçək. Bəs desəm ki, mən çaydanın qaynamasını keçirəm və Ayşən də çaydanın qaynama prosesini real həyatda canlandırır. Bu hansıdır? Bu fənn üstüdür, ən yüksək səviyyəsi ilə həyatla əlaqələndirmək. Afərin, afərin. Dərsimiz əla. Buyursun, İlahə müəllim, uşaq var? Bəli, müəllimə var, amma sakitdir. Yaxşı. Səzək gəlir? Yaxşı, desək ki, leymotivdir, ana xətti, dəyişməzdir. Məzmun xətti. Məzmun xətti sinifdən sinifə dəyişir, yoxsa fəndən fənnə? Fəndən fənə. Sinifdən sinifə dəyişən nə idi? Alt standart. Alt standart idi. Nə baş verir ki, dəyişir? Sinifdən sinifə inteqrasiya, onu deyirsiniz. Bəli, nə baş verir? Yəni mürəkkəbləşərək dəyişir, düzdürmü? Yəni 5-ci sinifdə də oduncaq keçirik, amma zamanla oduncağın deməli üzərində əməliyyatlar mürəkkəbləşir deyə buna görə alt standart dəyişir. Yaxşı, denən görək mənə. Deməli, inteqrasiyalar neçə növ var və hansılardır? Ümumiyyətlə inteqrasiya sözü nə deməkdir? Bütövləşmə deməkdir, latın sözündən götürülüb. Daha sonra inteqrasiyanın 3 növü var. Fənd daxili, fəndlər arası, fənd üstü. Fənd daxilin özü 2 yerə ayrılır. Şaquli, üfüqi, sışı, sinif varsa şaqulidir. Əgər bir sinif üzərindədirsə, onda üfüqidir. Məsələn, 2-ci sinifdə Azərbaycan dili qaydalarından oxuyan müəllim əlaqələndirir, bu da üfüqidir.
Bəli, yəni məzmunlar arasında varsa, bir sinifdə varsa, bu üfüqidir. Yaxşı, keçək. Denən görək mənə, balığın mexaniki emalını dərsdə keçirməliyim və Ayşən də balığın təmizlənmə ardıcıllığını video kayd olaraq yerinə yetirir və müəllimə atır. Burada sizcə hansı inteqrasiya ola bilər? Fən daxili. Fən daxil olaraq nə vardı ki, nədir bəs orada? Deyirəm ki, müəllim dərsdə balığın təmizləmə ardıcıllığını keçir. Ayşən də yerinə yetirərək müəllimə video kayd şəklində atır. Real həyatda edir də biz bunu, real həyatda edir. Heç deməli. Hə, nədir o? Fənn üstü, bəli, düzdür, əla, keçək. Deyin görün mənə, əvvəlcədən müəyyənləşdirmək, əvvəlcədən söz var isə nə idi? Əvvəlcədən var idisə, burada məzmundur. Məzmun yox, ümumi, Hə, ümumi təlim nəticələri. bəli, düzdür. Əla, belə, başqa bir də sual nəsə verəcəydim sizə. Deməli, nə qaldı orada? İnteqrasiyalar dediniz. Bir də hansı sözdən götürülüb inteqrasiya? Latın sözü olub. Bütövləşmə. Afərin, afərin. Gəl görüm müəllimə. Brilliant müəllimə, buyurun. Günel müəllimə, hazırlaş gəlir. Brilliant müəllimə desin görək, əvvəlcədən müəyyənləşdirilirsə bu nədir? Səsiniz bağlıdır müəllimə. Səs açın. Müəllimə, ümumi təhsil nəticələri bu. Ümumi təlim nəticələri, bəli. Yaxşı, bəs desək ki, sizcə sinifdən sinifə, yoxsa fəndən fənnə dəyişən nədir? Sinifdən sinifə, fəndən fənnə dəyişən alt standartlar müəllimə. Bəs sinifdən sinifə dəyişən alt standartdır. Bəs fəndən fənnə dəyişən nədir? Fəndən fənnə dəyişən də inteqrasiyadır. Mənə baxın bir dənə. Mənə baxın. İnteqrasiya müəllimə. Yox, mənə baxın söz deyim. Siz mənə baxırsınız dəqiq. Bəli, müəllimə, sizin gözünüzdə. Deməli, deyirəm ki, sinifdən sinifə varsa, artıq bu 5-ci sinifdən 6-cı sinifə keçəndə mürəkkəbləşir deyə dəyişir alt standartdır. Necə ki, gündəlik yazdığımız icmal var, ha, bax bu odur. Amma yox, desək ki, fəndən fənnə, yəni texnologiyanın öz məzmun xətti var. Azərbaycan dilinin ayrıdır, deməli, eyni zamanda riyaziyyatda ayrıdır, düzdür? Bəli. Bu o deməkdir. Yaxşı, deyək görək. İnteqrasiya, fəndaxil inteqrasiya neçə cürdür, hansılardır? Fəndaxili inteqrasiya müəllimə 2 cür olur da, şaquli bir də üfüqü. Bəli, bəs desəm ki, Şaqil odur ki, sinifin, yəni sinifdən sinifə, üfüqü də odur ki, fənlər arası. Siniflər arası. yox. Bir sinifin daxili, 5-ci sinifin keçdiyimiz metal mövzusuna oduncağı əlaqələndirirəmsə, bir sinifdədirsə bu üfüqidir. Amma desəm ki, yox, deməli, məişət mədəniyyəti ilə, bəli, dekabr qrupuna aiddir. Məişət mədəniyyəti ilə 5-ci sinifdə olan, 7-ci sinifdə olan məişət mədəniyyətini əlaqələndirirəmsə, artıq nə oldu? Siniflər varsa şaqili, ş, düzdür? Yaxşı, müəllimə. Sonra deyin görək mənə, özü inteqrasiya nə deməkdir? İnteqrasiya bütövləşmək deməkdir müəllimə. Sizcə məzmun xətti dəyişəndir? Məzmun xətti dəyişmir. Dəyişmir, ana xəttir, leymotivdir, düzdürmü? Motivdir nədir ondan? Aha. Bəs desək ki, inteqrasiyanın ən yüksək növü hansıdır? Fənlər üstü. Fənn üstü, bəli. Yəni, niyə görə dedik bunu real həyatla əlaqələndirdiyinə görə, düzdürmü? Əla, yaxşı. Orada başqa ləbil ki, yox, siniflərdə dedik. Bir də mən əlavə olaraq konspektdən əlavə yazmışdım sizlərə ki, harda inteqrasiya görsəz bu nədir? İnteqrasiya fənlər arası əlaqələndirmək. Yoldaş, Həlimə müəllimə, nə olub? Həlimə müəllimə, səsə bağlayın. Bilirəm, bizdən soruşursunuz müəllimə. Yox, hələ Brilliant müəllimə deyim. Brilliant müəllimə. Əlaqələndirməkdir, inteqrasiya. Yox, yəni biz sizcə deməli inteqrasiyanı alt standartda yoxsa deməli məzmun xəttində görə bilərik? Alt standartdır müəllimə. Bəli, alt standartda. Yaxşı, alt standartın digər adı nə olur? Qiymətləndirmə, summativ qiymətləndirmənin yəni hazırlanması. Aha, bir də məzmun standartı kimi görə. Standartlar. Məzmun standartı. Afərin, əla, mükəmməl. Biz özümüzə elə yaxşı demirik, biz elə bu gün oxumuşuq.
İnşallah yaxşı oxuyarıq hər dəfəsində. İnanıram. İnanıram ki, yaxşı olacaq. Və əsas məsələ sizlərə bunun testin izahını atmışdım. Baxmışdınız? Biraz baxdım, hamısına Biraz. baxdım. Eyb yox, biraz onun testini də işləyərik. Hələ ki, surətlə sual cavab edim, sonra testinə baxarıq. Gələn dərsimizin də demək izahını vermişdim mən sizlərə. Günel müəllimə, buyur. Deməli, dedik ki, əvvəlcədən müəyyən olunursa bu nədir? Ümumi təlim nəticələri. Aha. Deməli, ümumi təlim nəticələri hansı müəssisələrdə keçərlidir? İbtidai, ümumi orta, tam orta. Yəni ümumiyyətlə məktəblərdə, düzdürmü? Məktəblər. Yaxşı, bəs desək ki, məzmun xətti dəyişəndirmi? Deməli deyirik ki, məzmun xətti ana xəttidir, leymativ idi. O siniflər üzrə deyil, fənlər üzrə dəyişirdi. Bir dəqiqə. Mərcə görək müəllimə, deyilən görə siniflər üzrə dəyişir, bir də fənlər üzrə dəyişir. Nədir bu? Deyirik ki, siniflər üzrə dəyişən alt standart, fənlər üzrə dəyişən məzmun xətti. Yaxşı. Fənlər üzrə dəyişirsə məzmun xətti, siniflər üzrə dəyişirsə alt standart. Bəs summativ qiymətləndirmə görsək, bunu hansına götürürük? Qiymətləndirməni təmin edirdi. Hə. Deməli, alt standart idi də qiymətləndirməni Bəli, təmin. bəli. Bir də ki, alt standartın digər adı nə olur? Məzmun standartı. Aferin. İnteqrasiya sözün mənası nədir və növləri? İnteqrasiya sözü dedik ki, latın dilində bütövləşmə deməkdir. İnteqrasiya təlimdə integrativliyi təmin edirdi. 3 növ var idi. Deməli, fən daxili, fənlər arası və fən üstü. Fən daxili inteqrasiya özü də 2 yerə bölünürdü. Şagirdi və üfüqi. Şagirdi dedik ki, siniflər arasında əlaqə idi. Üfüqi isə bir sinifin daxilində olan, bir sinifdə fənin daxilində olan Mövzular arasında. idi. Mövzular arasında, bəli. Fənlər arası isə 2 və daha artıq fənlər arasında əlaqə, fən üstü isə həyətlə əlaqə idi. Bəs desəm ki, mövcud mövzu ilə bağlı bir də var ki, müxtəlif. Bunu da yazmışdım əlavə olaraq konspektdən əlavə. Hansıdır? Bax, səncə, mövcud mövzu ilə əlaqədar, mövcud sinif varsa, bu varsa hansıdır? Müxtəlif sinif varsa hansı inteqrasiyadır? Müxtəlif sinif varsa fənlər arası, müxtəlif yox. Hə. Siniflər varsa 5-6 sinif, bu siniflər arası. Aha, Fənlər arası gedir. bəli. 2 və Bəs daha artıq. düz deyirsən, düzdür. Müxtəlif varsa düz, amma mövcud sözü varsa, Eyni sinifin daxilində gedir. ha, yəni Bu da ki, fən üfüqü. Aferin, aferin, əla, çiçək kimi. Bəs deyilən görə ən üstün olan hansıdır? Həlimə müəllimə gəlirəm. Aha, Fən üstü. fən üstü. Yəni real həyatla əlaqələndirmək, düzdürmü? Əla, çiçək kimi. Gəlin görüm Həlimə müəllimə, buyurun. Deyək görək, deməli, məzmun xətti haqqında siz məlumat verin. Məzmun xətti fənlər arasında olur. Fənlər arasında olur. Başqa nə deyim? Məzmun xətti dəyişəndirmi? Dəyişir bəli. Fənlər arasında dəyişir. Vay, 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 müəllimə, məzmun xətti dəyişir. Onda bizim niyə məzmun xəttimiz 5-ci sinifdə də dəyişmir, 6-da dəyişmir? Məzmun xətti dəyişmir. Alt standart isə sinifdən sinifə fərqli olaraq dəyişir. Bəli, Fənlərə uyğun olaraq dəyişir. Yəni belə bu sözümüzdən də belə çıxır ki, fənlərdən digər, məsələn, texnologiyadan bir məzmun xətti var, Azərbaycanda bir məzmun xətti var. Yəni buna əsasən deyirik ki, fənlərə görə dəyişirsə məzmun xəttidir. Amma sinifdən sinifə dəyişirsə bu alt standartdır. Yaxşı? Yaxşı. Keçək deyək ki, inteqrasiya nə deməkdir? İnteqrasiya latın sözü olub. Latın sözü olub bütövlük demək. Bütövləşmə deməkdir. Bunun ən üstün səviyyəsi olan hansıdır? Əlaqələndirməkdir. Nə ilə əlaqələndirmək? Müxtəlif fənlərlə əlaqələndirməkdir. Bilmirəm. Həyatla əlaqələndirmək ən üstün səviyyədir. Bilirsiniz necə? Ən yaxşı öyrənmə tətbiq etməkdə, düzdür? Biz bilirik axı. Məsəl üçün mövzunu öyrənə duraq. Biz bunu testdə tətbiq etməsək yaxşı öyrənə bilmərik, düzdürmü?
Buradan da bu doğur ki, yəni real həyatda, məsəl üçün balığı keçmişiksə, balığın təmizlənməsini real həyatda eləsəz, bu daha üstün səviyyədir. Və yaxud da ütülənmə dərəcələrini real həyatda eləsəz, bunu heç vaxt unutmayacaqsınız. Buna görə ən üstün səviyyə olacaqdır fənn üstü. Amma ki, biz desək elə coğrafiya ilə əlaqələndirdim texnologiyanı və yaxud da fizikanı, bu elementar bitdi. Hə, fənn arası bu bitdi. Yəni ən üstün səviyyə nə oldu indi? Fənn üstü. Əla, afərin, çiçək kimi. Sonra keçək. Deyin görək mənə, fənn daxili olan inteqrasiya neçə yerə bölünürdü və neçə cürdür, hansılardır? Fənn daxili 2 yerə bölünür. Şaqili və üfüqi. Şaqili siniflər arasındadır. Üfüqi isə sinif daxilindədir. Əla. Hələ sinifdə Aha. eyni fərqləndir. Bəs dövlətin qoyduğu tələbdir, summativ sözün görsəniz, bu nədir? Alt standartlardır. Bəs alt standartın digər adı nə olur? Alt standartın digər adı summativ qiymətləndirmə. Məzmun nəyi? Xətti, Məzmun standartı, müəllimə. məzmun standartı. Dərsiniz çətindir ki, müəllimə? Müəllim bir-birinə fərqləndirmək adam yadından çıxır. Vay. Testdən tətbiq edir. Testdə indi işləyib baxarıq. Çox asandır əslində. Gəlin görüm Yasəmən müəllimə, gəlin. Sonra İlhamə müəllimə sizdən soruşacağam. Yasəmən müəllimə mənə nə desin? Bircə dəqiqə. Deməli belə. Aha. Gəldik dedik ki, üzr istəyirəm, uşaq gəldi, biraz fikrim gəldi. İnteqrasiyanın növləri. Fənn daxili, fənlər arası, bir də fənlər üstü. Ən yüksək səviyyəli hansı idi? Üstün səviyyə. Əlaqələndirmə fənlər üstü. Yəni həyatla əla, çiçək kimi. Keçək, sonra deyin görək, fənn daxili neçə qrupa bölünürdü, hansılardır? 2 qrupa bölünür, şaqili, üfüqi. Əgər deməli siniflər arasında gedirsə, bu üfüqüdür. Sonra o birisi nədir? Fənn daxili dedi, üfüqi, bir də şaqilidir. Şaqili eyni sinif arasında gedən fənlərdir. Bəli, eyni sinif deməli, eyni məzmun xətti arasında olur. Düzdürmü? Məsələn, 5-ci siniflə 8-ci sinif ola bilər. Bəli. Amma 5-ci sinifin içərisində olan oduncaqla metal arasında deyilsə, bu artıq üfüq olacaqdır. Yaxşı, keçək. Bəs desəkdik ki, deməli, texnologiya ilə təsvir incəsənəti əlaqələndirirsə, bu hansı inteqrasiyadır? Fənlər arası. Bəli. Yaxşı, bəs desək ki, məzmun xətti dəyişir, müəllimə? Məzmun xətti fənlər yox, məzmun xətti dəyişmir axı. Çiçək kimi, məzmun xətti dəyişmir, ana xətti. Alt standartlar dəyişir. Bəli. Məzmun xətti haqqında əlavə nə məlumat verə bilərsiniz? Məzmun xətti ana xəttir. Leymotivdir, dəyişməzdir, düzdürmü? Bəli. Aha. Müəllimə, sonra Yalnız fənlər arasında dəyişir. Çiçək kimi. Bəs əvvəlcədən müəyyən olunursa bu nədir? Ümumi təhsil nəticələri. Təlim nəticələri. nəticələri. Alt standartın digər adı nədir? Summativ qiymətləndirməni Təmin eləyir. Yox, bildim. Summativ qiymətləndirmə sözünü demişəm açar söz kimi. Varsa bu alt standart, o heç. Digər alt standartın digər adı, yəni sinonim adı nədir? Məzmun xəttidir, məzmun standartları. Məzmun standartı. Məzmun standartı. Bəli, məzmun standartı. Məzmun xətti yox ha, məzmun standartı. Yaxşımı? Bəs demişdim ki, inteqrasiya hardasa görsəniz, sizcə bu alt standartdadır, yoxsa məzmun xəttində? İnteqrasiya fənlər arasında bu alt standartdadır. Bəli, mükəmməl. Yasəmən müəllimə, mən fikir vermişəm, sizdən məntiq güclüdür. İnşallah yaxşı olacaq. İlk gündən. Əla. Gəlin görüm İlhamə müəllimə. Aha. Deyin görək, əvvəlcə müəyyənləşdirilən bu nədir? O nəticələrdir. Ümumi təhsilin təlim nəticələri. Ümumi təlim nəticəsi. Əla. Bəs desək ki, deməli məzmun xətti haqqında ümumi məlumat verin. Məzmun xətti dəyişməzdir. Hər fənin özünə uyğun məzmun xətti olur. Lokomotivdir. Ana xətti. Yox, hər şey əladır. Yoldaşın səsini alım, aha.
dəyişməzdir, ana xəttdə, düzdürmü? Bəli, bəs desək ki, siniflər üzrə dəyişirsə bu nədir? Siniflər üzrə dəyişirsə, bu siniflər üzrə dəyişirsə, bu fənn daxilidir. Fənn daxili, şagilə olur. Şagirddir. Əla. Amma sizcə siniflər üzrə sinifdən sinifə keçdikcə mürəkkəbləşərək dəyişirsə bu nədir? Bu alt standartdır. Əla, alt standartdır. Bəs desək ki, 2 və yaxud da daha artıq müxtəlif fənlər arasında əlaqə varsa? O fənlər arası əlaqədir. Bəs mövcud siniflə əlaqəli varsa? Mövcud siniflə əlaqəsi bu fənn daxilidir və üfüqidir. Afərin, afərin. Bəs desək ki, artıq mövzunu keçmişik, şagird isə real həyatla canlandırır bunu. Bu nədir? O fənn üstüdür. Ən yüksək əlaqələndirmə. İlham müəllimə, maşallah sizə, maşallah. Əla. Müəllimə o qədər qulaq astım da yaxşı oxumamışdım. O qədər qulaq astım. Elə olur. Bəli, oxumaq lazımdır. Burada da. Burada öyrənəcəksiniz, narahat olmayın. Dərslər çətin olur müəllimə. İndi birinci müəllimə var idi, birinci soruşduğunuz müəllimə. Kim idi? O necə gözəl dedi qaydaları, tərifi. Mən o cür öyrənə bilmirəm mən. İlqarə müəllimə idi də. Öyrənmək olmur. İlqarə müəllimə çiçəkdir. 0 bazana gəlib keçən yüksək nəticə toplamışdı məndən, şükür olsun. Gəlsin görək müəllimə. Deməli, dekabr qrupu kim qaldı? Dekabr qrupu. Mən qalmışam. Gəl görüm. Aç görək bu kameranı. Qoy görüm. Səni görmək çox xoşdur. Denən görüm, əvvəlcədən müəyyənləşdirilirsə bu nədir? Mən dərsimi yaxşı öyrənməmişəm deyim ki, məzmun xətti. Əvvəlcədən müəyyənləşdirilən nədir? Ümumi təlim nəticələri. Afərin. Bəs desəm ki, ana xəttir, leymotivdir, dəyişməzdir. Bu deməli məzmun xəttidir. Bəli. Dövlətin qoyduğu tələbdir. Summativ sözünü də görəcəksən orada. Nədir bu? Bu alt standartdır. Bəs olmamışdı. Həmişə belə gəlir. Oxumamışam deyə göz Mən də belə qaytar. ağızdan götürürəm. Deməli, bəs desək ki, aha, siniflər üzrə mürəkkəbləşərək dəyişir. Yəni sinifdən sinifə keçəndə mürəkkəbləşərək dəyişir. Bu deməli fənlər arası inteqrasiyadır. Bəs sinif varsa, bu Siniflər üzrə şagilədir. şaguli çiçək kimi. Amma bir dənə sualıma bax. Deyirəm ki, sinifdən sinifə keçəndə mürəkkəbləşərək dəyişir. Bu üfüqidir. Müəllimə, alt standartdır yoxsa məzmun xəttidir? Bu alt bir dəqiqə müəllimə, bu alt standartdır. Bəli. Fəndən fənnə dəyişirsə nədir? Fəndən fənə dəyişirsə bu deməli inteqrasiyadır. Fəndən fənnə dəyişən nədir? Fəndən fənə dəyişir. Məzmun xəttidir, alt standartıdır. Məzmun xətti müəllimə məncə dəyişmir. Məzmun xətti Dəyişmir ha. Bir sinif üzrə, bir sinifdən sinifə keçəndə dəyişməyən məzmun xəttidir, onu düz deyirsən. Amma fəndən fənnə, yəni ədəbiyyatda, məsəl üçün riyaziyyatda Fəndən fənə keçəndə müəllimə dəyişir. məzmun xəttilərmi? Bəli. Yaxşı. Bəs desəm ki, deməli, dərsi keçən zaman 5-ci sinifin oduncaq mövzusunun təmizlənməsinə, metal mövzusunun təmizlənməsinə əlaqələndirirəm. Aha. Burada Bu fən daxili. üfüqü, Üfüqidir. Bəli. üfüqüdür də bir dənə kitab var. Bəs desəm ki, metalın təmizlənməsinə, 5-ci sinifdə olan metalın təmizlənməsi, 7-ci sinifdə olan deməli metalın təmizlənməsinə əlaqələndirirəm. Bu nədir? Şagilədir. Çök kimi. Əla. Bəs desək ki, əlavə olaraq tikiş maşınında işlənmənin müəllim dərsdə keçir və Ayşən isə bir koftasını deməli tikiş maşınında tikirsə, bu hansıdır? Bu hansıdır? Bu mənim üfüqidir. Mənə bax. Ən üstün səviyyəli olan hansıdır? Ən üstün səviyyə həyatla əlaqəli olan fən üstü. Hə. İndi mən sənə burada paltar tikən maşında paltarın tikmə qaydasını ya işə salma ardıcığını keçsəm, sən gedib real həyatda eləsən, bu nə olacaq? Hə, mən bildim. Fən üstü olacaq. Bəli, bəli. Afərin sənə. Bəs bir də sual verək. Alt standartın digər adı nə olur? Məzmun standartı. Afərin. Bəs bilmirdin sən dərsi? Dekabr qrupu. Cəmilə müəllimə, buyurun. Cəmilə müəllimə, buyurun. Fatma müəllimə də var hələ, vay. Müəlliməcə görüm. Hə. Ümumi deməli siz mənə deyin görüm, əvvəlcədən planlaşdırılırsa bu nədir?
müəyyən olunmuşdu. Ümumi təlim nəticələri. Aha. Bəs desək ki, məzmun xətti haqqında konsept olaraq nə bilirsiniz? Deyin görək. Məzmun xətti dəyişməzdir. Hər fənnin özünün məzmun xətti olur. Sonra Dəyişir. xeyr, dəyişməzdir. Əsasdır, ana xəttir, leymotivdir, əla. Bəs desək ki, inteqrasiya sözün görsən, indi test işləyəndə görəndə deyəcəksiniz, müəllim demişdi, hə. İnteqrasiya səncə alt standartda olur, yoxsa məzmun xəttində? Alt standartda. Bəli. Sinifdən sinifə keçəndə mürəkkəbləşərək dəyişir. Alt standart. İnteqrasiya növləri. Fən üstü, fən daxili, fənlər arası, Bəs desək ki, ən üstün səviyyədir, bu hansıdır? fən üstü. Bəli. Bəs sizdən soruşsam ki, texnologiya ilə deməli, təsvircəsi nədir? Fizikanı əlaqələndirdim. Fənlər arası. Müxtəlif sinif varsa fənlər arasıdır. Mövcud deməli sinif varsa, mövcud olan hazırki Fən mövzunun. daxili. Bu fən daxili, yəni nə? Yəni üfüqi. Afərin. Bəs desək ki, 5-ci sinifdə olan tikişlə 7-ci sinifdə olan tikişi əlaqələndirirəmsə, Bu da şaquli. maşallah, maşallah. Deməli, məzmun qaldı sinifdən sinifə keçən, fəndən də fənnə keçəndə dəyişən. Sözülə işimiz bitdi. Dövlətin qoyduğu tələb varsa, summativ sözü varsa, bunun hansına aiddir? Alt standartda. Afərin, afərin. İxtisasdan da hardan geri qalmısınızsa, onu öyrənərsiz, yaxşımı, müəllimə? Dostdan xeyli geri qalmışam. Əslində bunu da burada öyrəndim desəm. Hə, heç olmasa dinləyərsən. Qoşula bilməyəndə də ixtisasda da dinlə. Fatma müəllimə, buyurun. Fatma müəllimə, desin görək. Bir dənə Fatma müəllimə qalıb, düzdür? Axşam qrupun bugünkü. Düzdür? Fatma müəllimə sual cavab eləyim, sonra testinə baxırıq. Fatma müəllimə deyin. Hə, deyirik ki, məzmun xətti haqqında nə bilirsiniz? Məzmun xətti fənlər üzrə dəyişir. Ana xətti leytmotivdir. Sonra Mənə baxın müəllimə, fənlər üzrə dəyişir dediniz? dəyişmir. Fənlər üzrə dəyişmir. Fənlər üzrə dəyişir, sinifdən sinifə keçəndə dəyişmir. Dəyişmir. Aha. Fənlər üzrə dəyişir. Ana xətti leytmotivdir. Əla. Bəli, bəs desək ki, sinifdən sinifə keçəndə mürəkkəbləşərək dəyişir. İnteqrasiya şaqil və Ümumiyyətlə bu inteqrasiya olacaq, düzdürmü? Sizcə inteqrasiya bir də hansı qiymətləndirməni görsək həmən inteqrasiya deyirik? alt standartda. Bəs Məzmun xəttində. yox, summativ qiymətləndirməni görsək deyirik ki, alt standartda olur, düzdürmü? Yaxşı, keçək. Məlumat verin görək mənə. Deməli, inteqrasiyanın növləri. İnteqrasiyanın növləri şaqili və üfüqi inteqrasiya. Bir də bu fən daxili idi ki, özü iki qrupa bölünür. Bu fən daxili özü iki qrupa bölünürdü, şaqili və üfüqi. Şaqili və Aha. üfüqi inteqrasiya. Digər inteqrasiyalar isə deməli real həyatla əlaqələndirmə, yəni fənn üstü, bir də fənlər arasıdır, düzdürmü? Yaxşı, məlumat verin mənə görək. Deməli, mən sizə sual verirəm ki, müxtəlif fənlər arasında əlaqə, müxtəlif məzmun xəttləri ilə əlaqə, bu hansı olacaq? Şaqili inteqrasiya. Mənə baxın. Müxtəlif məzmun xəttləri arasında əlaqə. Yəni deyirəm ki, Azərbaycan dili ilə deməli riyaziyyatın, Azərbaycan dili ilə misal üçün texnologiyanın əlaqəsi. Bu hansı olacaq? Üfüqi. Fən daxilidir. Fənlər arasıdır, müəllimə, fənlər arası. Aha, bəs desəm ki, dərsdə dərsi keçirəm və şagird bunu real həyatda tətbiq edir. Bu hansıdır? Bu üfüqidir. Fənn üstüdür, müəllimə. Heç mən onları yaxşı öyrənə bilmədim. İndi mən onun izahını bir daha verim sizə istəyirsinizsə.
Müəllimə, mənə baxın, inteqrasiya var ha. 3 cür olur. Fən daxili, fənlər arası, bir də fənn üstü. Gəlin aşağıdan yuxarı gedək. Fənn üstü var ha, bura bax, fənn üstü. Real həyatla əlaqə. Yəni mən bu gün sizə burada nəsə keçirəm. Oduncaqdan misal üçün Zivana birləşməsini keçirəm sizə, düzdür? Siz gedib orada yuva, yarığı hazırlayıb Zivananı düzəldirsiniz, düzdürmü? Bu nədir? Burada öyrəndik, gedib real həyatda edirsə, bu fənn üstüdür. Amma deyirəm ki, dərsi başa salmaq üçün burada deməli texnologiyanın məzmun xətti ilə fizikanın məzmun xəttini, yəni içində olan mövzuları əlaqələndirirəm. Yəni deyirəm ki, deməli metalın təmizlənməsi üçün bu qayda varsa, deməli fizikada da bu qayda var. Digərini əlaqələndirirəm daha möhkəm öyrənmək üçün. Bu artıq fənlər arası müxtəlif deməli məzmun xətti varsa, bu biz dediyimiz kimi müxtəlif məzmun xətti olursa, yəni ki, və yaxud da artıq məzmun xətti varsa, bu fənlər arasıdır. İndi Şaqüllə Üfüqün belə yadda saxlamışdıq. Şaqül budur, Üfüqü budur. Fərzlə ki, qalaqlarda kitablar yığılıb. 5-ci siniflə 8-ci sinifə əlaqələndirirəmsə, bu Şaqüldür. Yəni Şaqül görmüsünüz də yəqin. Şaqül olacaqdır. Üfüqü isə 5-ci sinifin içində və yaxud 8-ci sinifin içində olan deməli oduncaqla metalın arasındakı əlaqə. Aydındır? Bunu daha mükəmməl öyrənərsiniz. Mən sizə bunu şəxsdə bir daha səssiz izahını atacağam belə tək olaraq. Onu da gələn dəfə sizdən soruşacağam. Yaxşı müəllimə, əsaslıdır bu mövzu. Keçək. Deməli, sizcə inteqrasiya alt standartda ola bilər, yoxsa məzmun xəttində? Alt standartdaydı. Bəli, bəli. Bəs desək ki, alt standartın digər adı nə olur? Məzmun standart. Maşallah, maşallah. Bir dənə deməli o inteqrasiyada çətinlik çəkdiniz. Hə, gəlin bir də inteqrasiyadan sizə sual vereyim. Olarmı, müəllimə? Deyirəm ki, 5-ci sinifdə olan metalla oduncağın arasındakı əlaqə. Çiçək kimi. Bəs desəm ki, 5-ci sinifdə olan tikişlə, deməli, bir dəqiqə, müəllimə səs atıb, 5-ci sinifdə olan tikişlə 9-cu sinifdə olan tikişi əlaqələndirirəm. Şaqül olacaq. Şaqülü sinif, bir də ki, şaqülü. Yaxşı, keçək. Deyirəm ki, mən sizə burada dərs keçmişəm. Deməli, iynə qabağa tikiş haqqında. Siz gedib onu real həyatda tikirsiniz. Bu hansı olacaq? Fənlər arası. Yox, mən sizə burada iynə qabağa tikişini keçdim, öyrətdim onlayn. Siz gedib parça götürüb iynə qabağa tikişini tikirsiniz. Fən daxilidir. Fənn üstü. Fənn üstü real həyat. Fənn üstünün digər adı real həyat, yəni əlaqələndirmə. Bəs desəm ki, deməli fizika ilə texnologiya fənnini əlaqələndirirəm, yəni mövzunu daha dərindən öyrənmək üçün. Şaqül. Fənlər arası. Axı texnologiya fənni deyirəm, bir də deyirəm axı ki, fizika fənni, düzdür? Əla, əla. İndi xanımlar sizə PDF atmışdım. Gəlin PDF açaq.